Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Sağbaş Təhsil komandası olaraq bu günlərin Azərbaycanımızın çox gözəl bölgəsi olan Cəlilabad rayonundayıq. Bu günlərin 1 mart tarixidir, 2025-ci ildir. Biz bir müddət əvvəl bu məktəbdə durmuşduq və məktəbin qabaqcıl müəllimlərin şagirdlərini sevmişdik. Bu günlərin biz qabaqcıl və nümunəvi şagirdlərin birini sizlərə təqdim edirəm. Həm məktəbdə fəaldır, nümunəvidir və o cümlədən dərslərini gözəl şəkildə oxumaq istəyir, gələcəkdə yaxşı dəyərli vətəndaş olmaq istəyir, onu sizlərə təqdim eləmək istəyirəm. Sağbaş Təhsil qəzetinin xüsusi buraxılışı jurnalımızda adını təqdim eləmişik. Adın soyadı nədir gözəl bala? Ayten. Bəli. Əliyeva Ayten balamız. Gördüyünüz kimi biz birbaşa Sağbaş Təhsil qəzetinin ən ön səhifəsində 4-cü səhifədə verilibdir. Bizim gözəl balamızı təqdim edirik. Səni təbrik edirik. Uğurların bol olsun. O gün olsun ki, ən yüksəklərə layiq görüləsən. Biz də səninlə bağlı gələk, gözəl çəkiliş edək. Gələcəkdə böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? Hüquq ya da psixoloji. İnşallah arzu edirik gələcəkdə ən yüksək balla ali məktəbə qəbul olasan. Biz də səninlə bağlı gözəl çəkilişlər eləyək. Uğurların bol olsun. Yaxşı, gözəl balamız. Məktəbdə ən çox sevdiyin müəllimlər hansı müəllimlərdir? Hansı müəllimləri daha çox sevirsən? Çoxdur da Cahit müəllim, Fişət müəllim çox. Zahid müəllim, Fikrət müəllim. Sinif rəhbərin kimdir? Cahit müəllim, Zahid müəllim. Birinci sinif rəhbərin kim olubdur? Natiq müəllim, Natiq müəllimə öz adımıza sağ ol deyirik. Məktəbin direktoru kimdir? Seyfullah müəllim. Seyfullah müəllimə öz adımıza sağ ol deyirik. Sağdaş təhsil komandası olaraq sənə uğurlar dilərik, nailiyyətlər. O gün olsun ki, ən yüksək adlara layiq görüləsən. Biz də sənlə bağlı gələk gözəl çəkilişlər edək. Bizə nə söz verirsən? Bax, bugün 1 mart 2025-dir. Atanın, ananın əziyyətini yerə vurmayacağına, vətənimizin dəyərli vətəndaşı olmağına söz verirsən. Biz də sənə söz veririk ki, hər zaman sənin uğur və nailiyyətlərini işlandıracağıq. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. Təşəkkürlər. Sağ olun. Bir də söz